Həzrət Əlini niyə şəhid etdilər? Tarixdə bəzən ən böyük düşmənlər qılıncla yox, qorxuyla da olur. Həzrət Əli İbn Əbu Talib ədaləti hamı üçün eyni istədi. Varlıya da, kasıba da, dostuna da və düşməninə də. Amma o ədalət bəzilərinin qurduğu sistemləri kökündən dağıdırdı. Onun dövründə hakimiyyət uğrunda savaşlar, fitnələr və bölünmələr baş verdi. Bəziləri güc istəyirdi, bəziləri intiqam, bəziləri isə həqiqətdən qorxurdu. Çünki Əlinin sözü ağır idi, haqqı deyirdi və əsla güzəşt etmirdi. Nəhayət ibadət etdiyi anda, sübh namazında bir qılınc zərbəsi ilə vuruldu. Bu, sadəcə bir insanın ölümü deyildi. Bu, ədalətin səsini susturmaq istəyən qorxunun zərbəsi idi. Amma tarix göstərdi, bədəni şəhid edildi, amma adı əsla. Bəs indi düşünün, əgər bugün də bir insan yalnız haqqı dediyi üçün tək qalırsa, biz həqiqətən Həzrət Əlini anladıqmı?